Aynes kanalında Gülşən Qurbanovun təqdimatında yanılan qaynar qazan verilişi yadınızdadır. Bu kətəni həmin verilişdə Şirin adlı xanım hazırlamışdı. Allah Gülşən xanıma rəhmət eləsin. Çox gözəl veriliş idi. Hər gün gözləyirdim bu verilişi. O vaxt hazırlamışdım, sonra resept yadımdan çıxdı. Bugün Vüsalə xanım paylaşıb o reseptlə. Mətbəx seriya. Instagramdadır o. Mən də o reseptlə hazırladım. Deməli 3 stakan un, duz, 1 paket qabartma tozu, vanilin və 250 qram yağı umac halını gətiririk. Sonra 1 yumurtanı, 200 qram xamanı qarışdırırıq və yağlı una qatıb qarışdırırıq. Belə bıçaqla döyürük. Xəmiri çox yoğurmayın, kətlərin xəmiri çox yoğrulmur. Sadəcə belə əllərimizlə yığın, mən necə yığıram və salafana büküb yarım saat soyuducuya qoyuruq. İndi içlik hazırlanır. 1 stakan un, 100 qram kərə yağı lazımdır və 1 stakan yarım şəkər tozu. Umac kimi belə hazırlayırıq. Umac halına gətiririk və 4 yerə bölüb kündə kimi belə yığırıq. Belə rahat olur. Bu da xəmirdə soyuducudan çıxartmışıq. Deməli yumurta formasında belə açırıq. İçliyin bir hissəsini, 1/4 hissəsini bir tərəfə yığıb xəmiri qatlayırıq qutab kimi. Sonra xəmiri 90 dərəcədə çevirib yenə için bir hissəsini əlavə edirik. Yenə bükürük. Beləcə 4 dəfə davam edirik. Sonra xəmiri 1 santı yarım qalığında yayıb 3 bucaqlara bölürük. Ətə bıçağını doğrayırıq. Üstünə yumurta sarısı vurub, isti sobada 180 dərəcədə qızıl rənginəcə hazırlayırıq. Məndə düz 30 dəqiqə hazırlanıb. Siz də hazırlayın, çox dadlı kətədir, çox. İftar süfrəsinə əladır.